Allah sənə bu boyda nemət verəndə, indi bir dənə də arada bir dərd gələndə üzü turşutma Allaha. Üzü turşutma. Dayan, möhkəm ol, səbirli ol, hər halında şükür etməyi bacar. İnsanıq dünyanın həmişə halı bir cür olmur. Bəzən dərd bəla, bəzən xəstəlik gələr, bəzən yoxsulluq olar, bəzən qıtlıq, bəzən çətinlik, bəzən qəza, bəzən itki. Cürəbəcür hallar insanın dünyada başına gələcək və dünyanın xasiyyəti budur. Mən sizə deyim ki, bir dənə zəhmət olmasa axtarın, başınıza gələn hər hansı bir pis hadisəni gətirin, gəlin. Mən deyimsə ki, o peyğəmbərlərin başına gəlməyib, o imamlarımızın başına gəlməyib, böyük övliyaların başına gəlməyib. Sizdən, məndən çox, hamımızdan çox onların başına müsibətlər də gəlib, bəlalar da gəlib. Çünki dünya zaten müsibət yurdudur, bəla yurdudur, ayrılıq yurdudur. Burada əzab çəkmək qanundur, burada çətinlik qanundur, buranın ayrılığı yazılmamış qanundur. Yəni burada hamı bir-birindən bir gün ayrılacaq, əzab da çəkəcək, əziyyət də olacaq. Uca Allah özü buyurur ki, mən insanı əzab əziyyət içində yaratmışam. Yəni buranın xasiyyəti budur, amma bunun müqabilində insan diqqətli olmalıdır. Həzrəti Loğmanın dediyi kimi, Allah ona 1000 dənə gözəl neymət verəndə, 2 dənə də bəla verəndə üzün turşutmasın Allaha, üsyan eləməsin, deyinməsin, bək dayansın, möhkəm olsun, Allaha təvəkkül eləsin. Allahın verəm öz mübarək rəhmətinə, bu ayın gözəl şərafətinə, izzətinə